Allah'ın salamı, rəhməti, bərəkəti olsun hər kəsə. Artıq bu günləri aprel ayının 11-idir. Səhər çağı biz Allah Rəsulunu ziyarət etdik, sübh namazını qıldıq. Hər kəsin də cüməsi mübarək olsun. Sonra biz Bəqi qəbirstanlığına artıq gəlmişik, daxil olmuşuq. Başçılıq edən bizim zəvvarların rəhbəri Hacı Bəxtiyar qardaşımızdır, Nəcəfov. İnşallah mənim yanımdadır, ürək tərəfimdədir. İnşallah qardaşımızın da öz ürək sözlərini eşidək və kiçik bir təəssürat olaraq bizə bir məlumat versin və bizi xüsusilə yüzlərlə, minlərlə insanlar burada artıq təqib edirlər, izləyirlər və eyni zamanda da görəcəksiniz bir neçə dəqiqədən sonra minlərlə, milyonlarla insanlar izdiham şəklində artıq sərhəddi keçir. Hörmətli Hacı, yallah. Hamını salamlayıram bu gözəl saatlarda, sabahın erkən saatlarında bütün əhl-i-beyt dostları, əksər demək olar ki, bu Bəqi qəbirstanlığına gələn müsəlmanlar hər biri Bəqidə olan möminlərin, sahabənin ziyarətinə gəlib, xüsusilə Əymi əleyhissalamlardan 4 imamın ziyarətini burada edirik. Həzrəti İmam Həsən əleyhissalam, Həzrəti əleyhissalam, Həzrəti İmam Məhəmməd Baqir əleyhissalam və Həzrəti İmam Cəfər Sadıq əleyhissalamın ziyarətlərini və Hacı qardaşımız dediyi kimi xanım Fatimə Zəhranın ehtimal verilir ki, qəbri bu məkandadır və o cümlədən Bəqi qəbirstanlığı bir qəbirstanlıqdır ki, bir yerdir ki, bir məkandır ki, 10 mindən çox səhabənin qəbri şərifi həmin bu məkanda yerləşir və burada xüsusilə Peyğəmbər dönəmində bu qəbirstanlığın ümumiyyətlə tarixçəsinə biz nəzər salsaq, bu qəbirstanlıq İslam tarixindən öncəyə qayıdır ki, bugünkü gündə xüsusilə müsəlman aləmində əhl-i-beyt dostlar arasında 2 dənə belə deyək, müsəlman qəbirstanlığı kimi tanınan ən önəmli qəbirstanlıq var ki, onlardan biri Vadi-ü-Salam qəbirstanlığıdır. Nəcəf Əşrəfdə Həzrət Əli əleyhissalamın qəbrinin kənarında yerləşir ki, çox uzun və bir çox səhabə, peyğəmbərlərin uyuduğu qəbri şərifinin olduğu bir məkandır və böyük məzarlandıq həmin bu Bəqi qəbirstanlığıdır ki, bu barədə də bu 2 qəbirstanlığın barəsində deyilir ki, behiştin qapılarından biri Bəqi qəbirstanlığından və biri də Vadi-ü-Salamdan inşallah qiyamətin günündə açılacaq və bir çox, ən çox behiştə daxil olan müsəlmanlar da həmin Vadi-ü-Salam və həmin bu Bəqi qəbirstanlığından olacaqdır. Allah Teala bütün dualarımızı bu məkanda qəbul eləsin. Bütün dünyanın dəyişənlər, xüsusilə biz bu məkandan bütün şəhidləri dua edirik. Xüsusilə vətən şəhidlərimizi dua edirik və ata-anamızı dua edirik. Ustadlarımızı dua edirik. Ruhları şad olsun inşallah. Haqqı boynumuzda olanların ruhları şad olsun. O cümlədən Allah bizi də qiyamətin günündə Bəqi qəbirstanlığından cənnətə daxil olanlardan Allah bizi qərar versin inşallah. Allah sizdən də razı olsun. Allah razı olsun. Çox sağ ol, təşəkkür edirəm. Hörmətli, dəyərli Hacı Bəxtiyar, bizim bir daha qeyd edirəm. Qrupumuzun rəhbəridir, ağsaqqaldır, dəyərlimizdir. Çox gözəl təfərrüatı ilə geniş məlumat verdiyinə görə minnətdarım bildirir və inşallah elə çəkilişlərimiz, reportajlarımız olacaq. İnşallah yolumuza davam.